Əziz 9-cu siniflər, hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda esse yazmağın daha rahat yollarından və esse yazarkən nələrə diqqət edilməlidir, tam bal almaq üçün essedə hansı sözlərdən istifadə etməlidir və keçid sözlər ya da digər bir şəkildən digər şəklə keçərkən nələrə diqqət etməliyik, o nüanslara toxunacağam. Yazarkən mütləq bilməli olduğunuz nüans odur ki, esseniz 35 sözdən çox olmalıdır, amma bu təkcə 35 yox, hardasa 50-60-a qədər söz olsa siz buradan tam bal alabilirsiniz. Yəni heç vaxt essedə 35 sözdə kifayətlənmək olmaz. Bu bizim birinci qaydamız. İkinci qaydamız bütün şəkillərə diqqət etməliyik və şəkildəki şəxslərə mütləq ad verməliyik. Yəni xarakterlərinin mütləq adları olmalıdır. Esse yazarkən mütləq çalışın ki, ümumiyyətlə evdə artıq esseyə ad düşünüb gedəsiniz ki, imtahanda artıq sizin essedə adları düşünməyə vaxtınız getməsin. Yəni özünüzə konkret adlar seçə bilərsiniz. Lilia, Tom ya da Juicy, nəsə Jack, Ted, bu tipdə bir adlardan birini seçə bilərsiniz ki, imtahanda artıq esse yazarkən onları düşünməyəsiniz və esse yazarkən əgər siz ideya düşünməkdə çətinlik çəkirsinizsə, yəni esse yazarkən söz birləşmələrindən istifadə edirik. Yəni hər bir şəklə baxırıq və bu şəkildən olan söz birləşmələrini yazırıq əvvəlcə. Bu sizə esse yazarkən artıq söz düşünməyə yox, birbaşa tapdığınız sözlərdən cümlə qurmağa kömək edəcək. Məsələn, gəlin bu şəklə baxaq. Bu şəkildə görürük ki, iki uşaq var, bir qız, bir oğlandır və itləri də var. Ataları itləri tutub və onlar arası gəzməyə çıxardırlar. Məsələn, bu şəkildə əsasən ikinci şəkildə görürük ki, burada kişi itə ev düzəldir və uşaqlar da çox sevinclidir, çəkişdən istifadə edir və uşaqlar da onunla birlikdə işləyir. Dördüncü şəkildə isə it artıq ev hazırdır, it də onun içərisində yatıb və qabağında da bir qap su var. Yəni bunlardan bir esse düzəltmək lazımdır bizə. Şəklin ümumisindən keçirik birinciyə. Birinci şəklə aid söz ya da söz birləşməsini yazırıq. Məsələn, bu cümlədəki söz birləşməsi nə ola bilər? İti çölə aparırlar. Onu söz birləşməsi kimi yazırıq. Take the dog, götürmək iti. Outside, çölə aparmaq. Outside, birinci şəklə aid bu sözü yaza bilərik. Əlavə olaraq gördüyünüz kimi qızla oğlan da var. Qız övladı daughter və oğul övladı son deməkdir. Ata da var burada. Xarakterlər bu şəxslərdir. Ata. Sonra artıq evin qarşısındadılar. In front of the house. Uşaqlarda gördüyünüz kimi biraz həyəcanlıdılar. Be excited. Bu sözlər artıq birinci şəklə aiddir. Şərt o deyil ki, hər bir şəklə bu qədər söz yazasınız. Hər bir şəklə 2 söz, 3 söz birləşməsi də yazsa sizə bəs eləyəcək. İkinci şəklə aid sözlərə baxaq. Gördüyünüz kimi burada uşaqlar yenə gülürlər, xoşbəxtdirlər. Yaza bilərik be happy, xoşbəxt. Sonra xoşbəxt olmaq. Çəkişdən istifadə eləyir. Use the hammer. Çəkişdən istifadə etmək. Bilmədiyiniz söz olarkən qətiyyən narahat olmayın. Ola bilər ki, o sözdən istifadə etmədən də cümlənin digər tərəflərini yaza bilərsiniz. Gördüyünüz kimi atalarına kömək eləyirlər. Help their father. Atalarına kömək eləyirlər. Və artıq ev tikirlər. It üçün ev tikirlər. Build them dog house. It üçün ev tikirlər ya da itə ev tikirlər. Belə bir cümlə deyək. Sonra artıq burada gördüyünüz kimi damı düzəldir. Yaza bilərik fix the roof. Damı düzəltmək. İkinci şəklə aid bütün sözləri artıq yazdıq. İndi keçirik üçüncü şəklə. Üçüncü şəkildə gördüyünüz kimi artıq ev hazırdır. Yaza bilərsiniz be ready. Hazır olmaq. Gördüyünüz kimi sakit şəkildə də yatıb it burada. Onu qeyd eləyə bilərik ki sleep peacefully. Sleep, yatır. Peacefully. Sleep peacefully. Sonra qabağında da gördüyünüz kimi bir qab su var. A bowl of water. Bir qabda su var. Ev də artıq hazırdır. İt də yatıb. Artıq bu tipdə bir sözləri yazdıq. İndi bizim burada demək olar ki, hardasa 30-35 sözümüz az qala burada var və biz buradan artıq cümlə strukturu düzəltməyi öyrənməliyik. İndi nə edirik? Birinci, hər zaman bizim konkret strukturumuz var. Ona diqqət edirik. Mübtəda plus xəbər. Plus tamamlıq və sonra isə zərflik gəlməlidir. Cümlə qurarkən mütləq bu ardıcıllığı qorumalısınız. Əgər qorumasınız tam bal ala bilməzsiniz. Və ikinci qaydamız nə idi? Əgər cümləmizdə article, sayılan tək isim varsa, sayılan tək isim
mütləq article işlənməlidir. Buna da diqqət eləyin. Article işlənməlidir və mütləq uzlaşmalara diqqət eləyin. 3 xəbər uzlaşmalarına diqqət et. Diqqət et. Buradan hansı sözləri bilmirsinizsə qətiyyən narahat olmayın. Yenə deyirəm, bilmədiyiniz sözlərlə də esse yazmaq tamamilə mümkündür. İndi gəlin sizinlə birlikdə bu şəklə aid esseni qurmağa çalışaq. Məsələn, birinci şəklə aid bizim sözlərimiz bu idi: iti gəzməyə aparmaq, ya da çölə çıxartmaq, ya da yəqin ki, bunlar məqsədli şəkildə itə yer düzəltmək istəyirlər və ona görə də artıq iti çölə çıxardırlar. Birinci başlaya bilərik. Esseni başlayarkən hər zaman söz bazası artsın deyə və keçid, daha doğrusu esseye giriş olsun deyə başlaya bilərsiniz. One day ya da once upon a time, once bir vaxtlar, bir zaman ata və onun uşaqları deyək, qərar verdilər ki, itə yer düzəltsinlər. Demək, ata, the father, əgər ad verirsə ona T qoyuruq və atanın adını yazırıq. Məsələn, atanın adı Tom olsun, Tom. The father, Tom, and və his daughter, onun qızı, onun qızı, qızımızın adı Julia olsun. Oğlu, his son, onun oğlu Mark. Demək, bir zamanlar ata Tom və onun qızı Julia və oğlu Mark qərar verdilər ki, itə ev düzəltsinlər. Yadınıza saxlayın. Demək, bunlar mübtədaydı. Ata, oğul və uşağı. Kim? Bunlar mübtədaydı. İndi isə biz xəbər yazmalıyıq. Xəbər üçün qərar vermək. Decided, qərar verdilər. Ondan sonra artıq nəyə qərar verdilər? İtə ev tikməyə. Bu ifadəmiz burada var idi. Build the doghouse. Feildən sonra gələn feili hökmən to'lu yazmalıyıq. Çünki artıq tikmək qərarına gəldi. Məsdər olduğu üçün buna to verdik. To build, tikmək. A doghouse. Bir it evi tikmək qərarına gəldilər. Bu artıq bizim cümləmizdir. Birinci cümləmizi bildirir ki, nə etmək qərarına gəliblər. Və bununla da onlar iti çölə çıxartdılar. They, onlar, mübtədadır. Onlar iti çölə çıxartdılar. They, iti çölə çıxartmaq, take the dog outside idi. Yadınıza saxlayın, bura bir dənə keçid artıraq. Dördüncü yazdığınız cümlələri çalışın ki, keçmiş sadə zamanda yazasınız. Keçmiş sadə zamanda qeyd edəsiniz. They, take sözünü yazmalıydıq. Took the dog, onlar götürdülər iti. Outside, çölə çıxardılar. Artıq birinci şəklə aid hər şeyi qeyd etmişik. İndi keçirik ikinci şəklə. Artıq ikinci şəkildə olan sözlərimizə baxaq. Be happy, use the hammer, help the father. Bu sözlərdən istifadə edərək yaza bilərik. Bir də onu qeyd edeyim ki, şərt o deyil ki, siz burada sözlərdə yazdığınız bütün sözləri essedə istifadə edəsiniz. İstifadə etməsəz də olur. Sadəcə bunlar sizə artıq söz tapmağa vaxtınız getmir. Artıq sanki sizə sözlər verilib və siz o sözlərdən esse düzəldirsiniz kimi olursunuz. İndi keçirik ikinci şəkildə. İkinci şəkildə gördünüz ki, uşaq artıq evi tikirlər və damını hazırlayırlar. Yazaq. Onlar yaza bilərik ki, birlikdə işləyirdilər. Ya da ata tikirdi. Ata hammerdən istifadə etdi damı düzəltmək üçün, elə yaza bilərik. Ata ya da atanın adını yaza bilərdik. Atanın adı Tom idi. Tom istifadə etdi. Used çəkişdən the hammer. Nə üçün? To fix roof. To fix the roof. Damı düzəltmək üçün çəkişdən istifadə etdi. Uşaqlar da ona kömək eləyir. Bunu da mütləq qeyd etməliyik. Və and mütləq bağlayıcılardan istifadə etməyi vərdiş halına gətirin. Çünki bağlayıcı olmasa cümlənizdə bir meyar pozulmuş olur və həmin bağlayıcılara diqqət edin. Və uşaqları gördüyünüz kimi kömək eləyir ona. Yazmalıydınız. Uşaqlar, the children, uşaqlar, kömək etmək atalarına. Help, keçmiş zaman yazmalıyıq. Çünki demişdik ki, cümlə başdan keçmişlə başlamışdıq. Helped, atalarına, their father, atalarına kömək eləyir. Father,
Xoşbəxt şəkildə gördüyünüz kimi happily yazmalıydıq. Happily. Artıq bir mürəkkəb cümləmiz də gördüyünüz kimi var. Mürəkkəb cümləmiz buydu. Tom istifadə edir çəkişdən damı düzəltmək üçün və uşaqlar da öz atalarına xoşbəxt şəkildə kömək edir. Gördüyünüz kimi ikinci şəkildə də ait bir cümlə yazdıq və burada gördüyünüz kimi evi hazırlayıblar. Yaza bilərdik ki, ev hazırdır. Finally, nəhayət, ev hazırdır. The dog house. Hazır olmaq bir redidir. Bini keçmiş zamanda yazmalıyıq. Was ready. Ev artıq hazırdır. Nəhayət, ev artıq hazırdır. Demək, ikinci şəklimizə də aid hər bir şeyi qeyd etmişik. İndi keçirik üçüncü şəklimizə aid olan cümlələrə. Artıq burada ev hazırdır və it girir içinə və sakit şəkildə, peaceful şəkildə yatır. Baxaq, nə yaza bilərik bu cümləyə? Ev hazırdır. The dog ya da yazaq ki kind dog. Gördüyünüz kimi çox qəşəng yadır və biz də ona yazaq. The kind dog. Mehriban et. Gəlin bu cümlədə itə də ad verək. İtin də adı Max olsun. Max. Keçir içəri. Yəni ev dog house'un içinə keçir. İçəri keçmək came into yaza bilərik. Came keçmiş zaman yazmalıyıq. Buna diqqət edin. Came into the dog house. İçəri keçir. And və yatır peacefully. Sleep yox, slept yazmalıyıq. Çünki bütün cümlələrimiz keçmişdi. Slept peacefully. Və düzdür, bu şəkildə uşaqlar yoxdur. Amma yekun bir cümlə bitirə bilərik. Qabağına yazaq ki, uşaqlar ona su verdilər. The clever children, ağıllı uşaqlar, children, put, verdilər söz artıq burada keçmişdədir. A bowl of water. A bowl of water. Put koydular water'ı evin qabağına. In front of the dog house. Və bu artıq bizim essemizdə gördüyümüz kimi essedə artıq demək olar ki 50-yə yaxın bəlkə də söz var və biz son yekun cümlə yazmalıyıq. Sizə bir yekun cümlə deyəcəm, hansı ki bu əksər esselərə tamına otura bilir. Məsələn, burada bir hansı son nəticəyə çata bilərik? Uşaqlar heyvana kömək eləyir, heyvana mehriban davranır, heyvanı qoruyur, ona qayğı göstərir. Baxın, bu son yekun verəcək bir cümləmizdir. Yaza bilərsiniz ki, uşaqlar çox xoşbəxt oldu. The children, uşaqlar, the children were very happy. Çox xoşbəxt oldular. Çünki indi yaza bilərsiniz. Onlar düşünürlər ki, onlar düşünürlər. 2 nöqtə. İndi dırnaq içi yazıram. Dırnaq içində yazdığımız cümlə son bu hekayənin yekunu olmalıdır. Yəni yekun cümlə. Məqsəd nə idi? Heyvana kömək etmək. Məqsəd nə idi? Ya da məsələn böyüklərə kömək etmək, yaşlılara kömək etmək, ataya kömək etmək. Bu tipdə bir şeydir. Yaza bilərsiniz dırnaq içində. It is important to take care of the animals. Heyvanlara kömək etmək vacibdir. İndi burada nəyə diqqət edin uşaqlar? Mütləq və mütləq bu nüanslara diqqət edin.
Burada yazdım ki, onlar düşünürlər 2 nöqtə və dırnaq açdım. Dırnaq içindəki cümlə bizim bu hekayədən çıxdığımız bir nəticədir. Yəni biz bu nəticəyə gəldik ki, heyvanlara kömək etmək vacibdir. It is important to take care of animals. Ya da biz bunu belə də apara bilərik. Bu strukturu yadınızda saxlayın. It is important. It is important. Ardıca, məsələn, kitab oxumaqdırsa, hekayənizdə kitab oxumağın tipli bir şey var idisə, it is important to read a lot of books. Çoxlu kitab oxumaq vacibdir. Books. Ya da yaza bilərsiniz, it is important to protect. To protect trees. Ağaçları qorumaq vacibdir. It is important to respect. Hörmət etmək, the old, qocalara kömək etmək, hörmət etmək vacibdir. It is important to protect the nature, təbiəti qorumaq vacibdir. Protect the nature. Ya da yaza bilərsiniz, it is important to spend time. To spend time with friends, dostlarla, the friends ya da with the family, aileyle vaxt keçirmək vacibdir. Burada important sözün yerinə nələr yaza bilərsiniz? Beneficial yaza bilərsiniz. It is necessary. Fərqi yoxdur. Bu sözlərdən hansını istifadə edirsiniz eləyin. Əksər nüanslara bu sözləriniz tamamilə oturacaq və burada artıq esseniz tamamilə tam bal ala biləcək. Bir daha qeyd edirəm. Sizdən essedə yüksək səviyyəli bir hələ ki, yəni 9-cu sinfi nəzərə alıram. Burada sizdən yüksək səviyyəli bir cümlələr ya da çox-çox çətin bir hissələr tələb olunmur. Sizdən asan bir şəkilə ümumi bir esse yazmaq tələb olunur. Şərt o deyil ki, bu qədər esse yaza biləsiniz. Bir daha bunu da qeyd edelim ki, bu hissə digər esselərdə istifadə etməyiniz üçün qeyd etdim. Bunu kalıp cümlə kimi yadınızda saxlaya bilərsiniz. Və artıq essenizi yazıb bitirəndən sonra nə etməlisiniz? Birinci, bütün cümlələrdə mübtəda xəbər ardıcılığı gözlənilib, ona baxmalısınız. Bütün sayılan təqsimləri artiklı vermişsiniz, ona baxmalısınız. Məsələn, once upon a time, his daughter Julia decided to build a dog house. Gördüğünüz kimi bu var. They took the dog outside. İtin qabağında gördüğünüz kimi artiklı var. Tom used the hammer. Gördüğünüz kimi sayılan təqsimdə artiklı var. The roof sayılan təqsim artiklı var. Uşaqlar mübtədadır deyə z'sini vermişik. Mübtədadan sonra xəbər qoyulub. Gördüyünüz kimi artıq the dog house, digər hissələrdə dog təkdədir deyə z kind dog. Bu hissələrə diqqət edin. Sonra xəbərə diqqət edin. Xəbərə diqqət edin dedikdə nəyi nəzərdə tuturam? Məsələn, burada dog house təkdir, was təkdə verilmişik. Sonra uşaqlar xoşbəxt idi cümləsi var idi. Children were vermişik. Gördüyünüz kimi burada xəbərlərə diqqət etmişik. Və bütün feillər keçmiş zaman olmalıydı. Çünki essemizi ümumilikdə keçmiş zaman götürmüşdük. Məsələn, gördüyünüz kimi decided sözü görürsünüz ki, bu da keçmişdədir. Ya da used istifadə etmək. Helped kömək etmək, was olmaq, came gəlmək, slept yatmaq, put qoydu, were happy, they thought düşündü. Gördüğünüz kimi bütün feillerimiz de geçmiş zamanda verilir. Bəs bu cümlə niyə indiki zamandadır? Çünki bu cümlə bizim artıq son yekun nəticə çıxartdığımız cümlədir və nəticə çıxartdığımız cümlələri dırnaq içində yazırıqsa indiki zamanda yaza bilərik. Bir daha qeyd edirəm, ümumi review edirik. Esseyə mütləq diqqətli şəkildə baxırıq və hər bir şəklə aid bir ya da bir neçə söz birləşməsi çıxardırıq və gördüyünüz kimi burada da hər bir şəklə aid 2 dənə, 3 dənə çıxartmışıq və esse yazarkən artıq bunlar bizə sanki lüğət verilib və biz o lüğətdən istifadə edərək öz cümlələrimizi yazırıq kimidir və mübtəda, xəbər, tamamlıq, zərflik sırasına diqqət eləyirik. Sayılan isimləri qətiyyən artiklsız qoymuruq. Xəbərlərə diqqət eləyirik. Keçmiş sadə zamandan daha çox istifadə eləyirik ki, bu esse yazarkən xəbər uzlaşmasında da bizə yardımcı olacaq. Çalışın ki, esseniz 35 sözdən az olmasın, amma 35 də
olmasın. Hardasa 50 ya 60 sözə yaxın söz olsun. Çox 100-dən 100-ə yaxın söz də yazmağa ehtiyac yoxdur. Məsələn 70, 80 söz yazmağa ehtiyac yoxdur. Az sözdən istifadə edin. Gördünüz ki, əgər essenizi tamamlaya bilmirsiniz 35 sözə, qayıdıb bütün sözlərin qabağına, isimlərinizin qabağına sifət artırırsınız. Məsələn, tutaq ki, bizim buradakı sözümüz 35 söz etməyib. Biz nə edə bilərdik? Haralara söz artıra bilərdik? Məsələn, dog house hazırdır. Yaza bilərdik. Nice, nice dog house. Qəşəng it evi hazırdır. Ya da burada children'a yazmışdıq. Children'a kind children yaza bilərdik. The kind children, mehriban uşaqlar yaza bilərdik. Tom istifadə edirdi hammer çəkişdən. Artıq bura diqqətlə yaza bilərdik. Bir dənə attentively sözü yaza bilərdik. Atalarına kömək eləyirlər. Xoşbəxt şəkildə bunu qeyd etmişdik. Gördüyünüz kimi biz esseni yazarkən mən bütün sözlərin qabağında sifəti artıq artırmışdım deyə burada artıracaq sözlər çox da olmadı. Amma siz bu sözlərdən mütləq istifadə edə bilərsiniz. İndi ümumilikdə düşünürsünüz ki, bu esseni yazmaq bizim biraz məsələn bir neçə dəqiqəmizi aldı. Amma siz bunu vərdiş halına gətirsəz və bu söz birləşmələrinin hər birini imtahana qədər hər gün essedə istifadə edərək eləsəz, məsələn 51-ci esseniz olsun, bu sizin 9-cu sinif kitabınızdan olan essedir. Gördüyünüz kimi, baxın, buna aid esse yazmıram, sadəcə sizə metodu öyrətmək üçün deyirəm. Burada gördüyünüz kimi uşaqlar futbol oynayır, ifadələrinizi çıxarda bilərsiniz. Play futbol, futbol oynamaq, bura həyətdir, in the yard, oğlanlar var, with friends, dostlar ilə. Burada gördüyünüz kimi birinci nüans, topa təpi atır, yaza bilərsiniz, kick the ball, topa təpi vurur. Burada ayna sınır, break the window, pəncərəni sındırır. Artıq üz ifadəsindən görürsən ki, qorxdu, həyəcanlandı, to be excited oldu. İndi bura gəldik, gördüyünüz kimi burada kişi acıqlıdır, to be angry olmaq, bu artıq məyus olub, to be upset olmaq. Bu ifadələri bu şəkildə kənara yazırsınız və esse yazanda artıq bu sözlərdən istifadə edirsiniz. İnşallah ki, bizim metodumuz da sizin xoşunuza gələr. Bu metodla inşallah ki, tam balı ala bilərsiniz. Bütün qaydaları qeyd etsəz və imtahana qədər hər gün özünüzdə toplu mətnlərinizi söz birləşməsi kimi çıxardıb qeyd etsəz, inanıram ki, esse yazmağınız tamamilə düzələcək. Əgər bu videoya aid ya da digər bir hissələriniz varsa, mütləq şərh bölməsində yazın. Kanalımıza abunə olmağı qətiyyən unutmayın. Videolarımızı paylaşın ki, hazıra gedə bilməyən uşaqlar ya da gedib də esse yaza bilməyən uşaqlar essemizdən xəbərdar olsunlar. Növbəti videolarda görüşərik.